Doğuş sonrası depressiya bərabərdir hormonal fırtına. Həqiqətən də bu belədirmi? Körpə doğularkən sevinç ilə yanaşı, bəzən analarda depressiv hallarla da görüzə verə bilər. Bu həm yeni ananın ana olmaq məsuliyyəti, qorxusu, həyəcanı, həm də hormonal statusun dəyişilməsi, bəzi vitamin və mineral defisitinin yaranması ilə əlaqədardır. Ona görə də mütləq hamiləlik öncəsi düzgün hazırlanmaq və hamiləlik sonrası da pasientlərin düzgün nəzarəti mütləqdir, önəmlidir. Bəzi hormonlar, estrogenlər və progesteronlar doğuşdan sonra səviyyələri kəskin dəyişir ki, bu da orqanizmin emosional statusunun dəyişilməsindən özünü göstərə bilir. Və yaxud serotonin miqdarı azalır, dopamin miqdarı azalır. Buna bağlı olaraq da pasientlərdə özünü sevməmək, halsızlıq, keyfsizlik kimi əlamətlər özünü göstərə bilir və ona görə də belə halda ruhdan düşməyəcəyik. Yalnız professional yardım almaq üçün psixoterapevtlər və endokrinoloqlara müraciət etməkdə fayda vardır. Müayinə zamanı pasientin əslində nəyə ehtiyacı olduğunu bəlirləyərək ona xüsusi yardım göstərilir. Bu dövrü daha rahat keçirmək üçün yeni anamızı, gənc anamızı anlamaq və hər zaman yanında dəstək durmağa hazır olmalıyıq. Ailəlikcə özünüzdən müğayət olun və bu videonu ana olmağa hazırlaşan gələcək ana namizədlərimizə yönləndirməyi unutmayın. Özünüzə yaxşı baxın.